Astarada dənizdə itkin düşən iki balıqçının axtarışları hazırda genişləndirilmiş şəkildə davam etdirilir. Nokomentas xəbər verir ki, hadisə rayonun Şahağac kəndi ərazisində qeydə alınıb. Məlumata görə kənd sakinləri Ağadədə Həsənov və Turan Həsənov dünən səhər tezdən balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxıblar. Günorta saatlarında onlarla son dəfə telefon əlaqəsi saxlanılıb. Amma hava küləkli olduğundan deyilənlər tam eşidilməyib. Axşam saatlarında onların evə qayıtmadığı məlum olub və aidiyyəti qurumlara məlumat verilib. Mən inanmıram o batıbsa batma ehtimali belə azdır dənizdə. Dənizdə batma ehtimali yoxdur. Dolabın benzini qutu motoru xarab idi. Mete Günen siz de çıkmıştınız değil mi? Yəni dənizdəydik bəli. Gördünüz bilmiş. Bunu görə bilmirik biz vardı. Bu yıllar balı. Sonra görünmür. Vur işdir işte kırıştı. Balık çil de kırıştı. Böyle ihtimal da yoxdur. Bana vayimlərə köməyimiz də. Sağ olsun sizə. Qeyd edək ki, Ağadədə Həsənov cəmi 5 gün əvvəl ata olub, övladı dünyaya gəlib. Turan Həsənov isə təxminən 20 gün əvvəl ailə qurub.